Hoş gördük dostlar. Bugün biz geçen dersimizin devamını edeceğiz. Onun için yeniden qoşuluruq web browser'dan TaskOS saytın təqdim etdiyi virtual maşına. Və System Viewer Start veririk. Deməli dostlar, keçən dərsimizdə biz nə etdik? Açaq bizim proyekti, birinci keçək function yoxlayaq. Deməli, dördüncü function idi, səhv etmirəmsə. Və burada biz deməli, edit details'da PBV əlavə eləmişik, MVV də əlavə eləmişik. Nasıl demək, keçək bizim deməli, keçirik switch'də bizdə switch define keçib yoxlayırıq. On off, PBV bunlar yerində. Və open mark define də yoxlayaq. Define. Bəli, burada da yellow. Düzdür və FCS-ə biz simülyasiya moduna start veririk. Bəli dostlar, bir də yadımızdan çıxmasın, yenidən stop verib start vermək bizim simülatora. Və bu pəncərəni minimize edirik. Bunu əslində bağlaya bilərik. Minimize edək. Burada minimize edək və keçək. Bizə lazımdır plant. FCS DR4. Tamam, DR4 açıldı. Tamam dostlar, burada bir şey yadımdan çıkmıştı. Bunu edək, ondan sonra qayıdaq bizim simülatora. Çox vacib məsələ yadımdan çıxıb. Qaydaq DR4'ə. Burada deməli burada deməli MV12 MV2 və əlavə olaraq deməli iki adet ProBlock əlavə edəcəyik. PV03 və MV03. Enter. Save eləyək, kompilasiya olunsun. Yoxlayaq. Tamam, errorumuz yoxdur. Buranı bağlaya bilərik. Bağlayandan sonra artıq FCS-ə start veririk. Bəli dostlar, simülator açıldı. Yenə stop veririk. Sonra start düyməsini yenidən basırıq. Və keçirik. Minimize edirik. Keçirik DR4'ə. İndi məncə hər bir şey düzgün işləməlidir. Tamam, indi açıldı. Bu pəncərəni biraz balacalaşdıraq.
Keçirildi bu hissəyə. Tamam, nedense stüdyo icazə vermir hamısını açmağa. Ama ev yoktu. Belə də yoxlaya bilərik. Tak, deməli biz də tamam. Bu hissə işləyir. Tak, burada. Bir də bu manual version'dadır. Keçirdim avtomata. O da ki, keçən səfərki dərsimizdən yadımızda qalmalıdır. Item'a basırıq. Keçirik moda, ok düyməsini basırıq. Burada yazırıq out. Burada test. Tamam, avtomatik geçti. Burada startı basanda dersin değişini baş verməməlidir. F basanda değişini baş verməməlidir. Təzədən onu basaq. Startı basaq. Keçək tüm parametrlərini yoxlayaq. Burada deməli keçirik. Bizə lazımdır ki, log funksiyası işləsin. Log funksiyası işlətməsi üçün deməli biz keçirik bu hissəyə və burada log seçirik. Seçimli basıb, ok düyməsini basırıq və bizdə log işarəsi yanmalıdır artıq. Geçirək. Bəli, log işlədi. Yəni bu o deməkdir ki, hal-hazırda avadanlıqda hər hansı bir iş görülür. Belə parametrdən istifadə edə bilərsiniz. İndi məsəl üçün bizə lazım gələrsə hər hansı bir knopkanı bloka salmaq, məsələn off düyməsini bloka salmaq istəyirik. Yenə cleaner qayıdırıq və burada gəlirik slope hissəsinə. Slope hissəsində isə birinci parametri 1 edirik. Enter basırıq və bloka düşməlidir. Bloka yoxlayaq, baxaq düşdü. Bəli, düşdü. Blokda da artıq bloka sonra basa bilmirsiniz. Blokdadır. Və məsəl üçün lazım gələrsə bu knopkanın hər hansı bir işarə verməsi yerində pinigə keçiririk. Pinigdə deməli state parametri olmalıdır. Bura 1 yazırıq. Enter'ı basırıq. Yəni yoxlayaq. Bəli, yanılsam. Artıq stüdyonun özün aparmasından özündə qorxuram. Belə görürsən, hansı parametrlərdən işləmir.
Və axırıncı burada nəyi göstərmək istəyirmişsə, məsəl üçün bu knopka sizə görürsünüz ağ rəngdədir və istəyirsiniz bir hər hansı bir işarə bildirsin. Məsəl üçün nəsə iş gedirsə, yenə tuningdə qayıdırıq və burada seçirik SWLB və burada bizə lazımdır ikinci knopka. İkinci knopka burada boşdur. Məsəl üçün yaza bilərsiniz ki, iş getəcək. Bəli, götürür və iş gedir. Ya da ki, təmir gedir yaza bilərsiniz. Təmir yazaq. Yaza bilərsiniz və belə bir bildiriş ortaya çıxacaq. Və həmən knopka məsəl ki, rəngini dəyişmək üçün SPS-ə keçirsiniz və burada iç rəng boyu istiqamınızda deyil ki, qırmızı, yaşıl, biraz sarı. Üçüncü knopkanın rəngini 3 qoyuruq burada. Şu seçirik, basırıq və sarı oldu. Bu sazlamalar isə məsəl üçün motorun idarə etməsidir, klavanın idarə etməsidir, orada hər hansı bir təmin işləri gedəndə siz injiniyor stansiyasından artıq dəyişikliklər edib operator stansiyasına yüklüyə bilərsiniz. Bugünkü dərsimizlə belə bitdi dostlar. Növbəti dərsdə ise 64 yəni bloklama modulun işləməsini sizə başa salacağım və bu knopkalarla bu əməliyyatları tuning əməliyyatları etmədən necə eləmək olar. Çox sağ olun, təşəkkür edirəm.